Bismillahirrahmanirrahim. Bəziləri Fatimə radiyallahu anhənin gecə vaxtı dəfn olunmasını fərqli istiqamətlərə yönəldərək müsəlmanlar arasında kin, nifrət və ədavətin yayılmasına səy göstərirlər. Deyirlər ki, güya qorxu var idi, gizlincə dəfn etdilər, məkanı bilinməsin deyə belə eləmişdilər ki, birdən məzarı qazılar filan. Bu kimi qərəzli fikirləri yaymaqla onlar Əbu Bakr radiyallahu anhu ilə Əhl-i Beyt arasında düşmənçiliyin olmasını insanlara aşılamaq istəyirlər. Bəs məsələnin əsli nədir? Nə üçün Peyğəmbər sallallahu aleyhi və səlləmin sevimli qızı gecə vaxtı dəfn olunmuşdu? Ummul Həsən Fatimə radiyallahu anhə Peyğəmbər sallallahu aleyhi və səlləmdən təxminən 4-6 ay sonra atasının vəfatı ilə əlaqədar xəstəliyə tutulur və bir müddət sonra həmin xəstəlikdən vəfat etmişdi. Fatimə radiyallahu anhəni yuyub kəfənləyən Əbu Bakr radiyallahu anhunun zövcəsi, xanımı Əsma bint Umeys radiyallahu anhə olub. Bu da çox önəmlidir. Nəinki onu yuyub kəfənləyən, hətta ona xəstəlik dönəmində yardım edən də məhz Əsma bint Umeys olub. Əbu Bakr radiyallahu anhunun zövcəsi. Yəni, əgər doğrudan da iddia olunduğu kimi Əbu Bakr ilə Əli və Fatimə radiyallahu anhum arasında düşmənçilik var idisə, necə ola bilər ki, Əbu Bakr öz zövcəsini göndərsin ki, get Fatiməyə qulluq elə, onu yuyub kəfənlə. Məntiqlə belə bu düz gəlmir. Gecə dəfn olunmasına gəlincə, bu doğrudan da belə olub. Bu, Fatimə radiyallahu anhə ilə bağlı deyil. Bir çox qadınlar, hətta kişilər belə o zaman gecə vaxtı dəfn olunurdular. Çünki qadınlar həyalı idilər. Özləri bunu tələb edirdilər. Özü də dəfnin tezləşdirilməsi müstəhəb əməllərdəndir. Misal üçün, Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidinin təmizliyi ilə məşğul olan qaradərili bir qadın var idi. Ummu Mihcən. Bir dəfə gecə vaxtı vəfat eləyir və elə gecə vaxtı da onu dəfn eləyirlər. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləmə bu barədə xəbər verməmişdilər. Sonradan Peyğəmbər sallallahu aleyhi və səlləm bunu eşidir və gedib onun məzarının yanında cənazə namazı qılır, onun üçün dualar eləyir. Yaxud möminlərin anası Ayşə radiyallahu anhə gecə vəfat etmişdi və gecə vaxtı dəfn olunmuşdu. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin özü də gecə vaxtı dəfn olunub. Ümumiyyətlə, gecə vaxtı dəfn olunma adəti o vaxt məşhur idi. Hətta Buxarinin səhih əsərində gecə vaxtı dəfn olunma adlı bir fəsil var. Ona görə də gecə vaxtı kiminsə dəfn olunması adəti o zaman mövcud idi. Bundan xüsusi bir məna çıxartmağa ehtiyac yoxdur. Xüsusən də qeyd etdiyim kimi, həyalı qadınlar istəmirdilər ki, kişilər onların kəfənli cəsədlərini çiyinləri üzərində aparıldığını görürsünlər. Ona görə də çox vaxt qadınları gecə vaxtı dəfn edirdilər. Xüsusən də Fatimə radiyallahu anhə olduqca həyalı bir xanım idi. Bilirsiniz, bir dəfə o, Əbu Bakr Sıddıq radiyallahu anhunun zövcəsi Əsma binti Umeys ilə söhbət edir və deyir ki, necə ola bilər ki, kişilər biz öləndə bizim kəfənli cənazəmizi qaldırıb çiyinlərində daşıyacaq? Axı, insanlar mənim kəfənli cənazəmi görəcək. Yəni, cənazə kəfənli olsa belə onun bəzi cizgiləri görsənir. Bilinir ki, məsələn, adam kökdür, arıqdır, uzundur, qısadır. Fatimə radiyallahu anhə bundan da rahat olur. İstəmir ki, belə bir hal baş versin. Bu vaxt Əsma binti Umeys radiyallahu anhə ona deyir ki, bilirsən, mən Həbəşistanda görmüşdüm ki, insan öləndə onu sandığa bənzər bir tabuta qoyurlar. Üzərinə də parça tuturlar ki, ətrafdakılar onu görməsin. Fatimə radiyallahu anhənin bu xoşuna gəlir və deyir ki, mən öləndə belə edərsiniz. Sonra da bu Fatimənin sünnəsi də adlanmağa başlayır. Yəni, gecə vaxtı dəfn olunmaqda da məqsəd görünməməkdir. Bunun özü də bir dəlildir ki, Fatimə radiyallahu anhə istəmirdi ki, onun cənazəsini kimsə görsün. Burada başqa bir səbəb yoxdur. Həmçinin deyirlər ki, güya Əli radiyallahu anhu tək onu dəfn eləyib. Təbii ki, bu da mümkün deyil. Övladları Həsən, Hüseyin və yaxınları dəfində iştirak etmişdilər. Peyğəmbər sallallahu aleyhi ve sellem əmisi Abbas və başqaları orada iştirak eləmişdilər. Deyirlər, məzarının yeri gizlədiblər. Təbii ki, bu da yalandır. Məzarının yerini Əli radiyallahu anhu, övladları Həsən, Hüseyin və digər yaxınları hamısı bilirdilər. Lakin zamanla
onun dəqiq yeri bilinmir. Ümumiyyətlə, nəinki Fatimə radiyallahu anhanın, heç bir sahabənin Baqi məzarlığında məzarının dəqiq yeri bilinmir. Sadəcə bilinir ki, Baqi məzarlığında dəfn olunub və salam. Əhl-i sünnəyə görə racih rəy bundan ibarətdir ki, Fatimə radiyallahu anhə Baqi məzarlığında dəfn olunub. Əhl-i şiədə bəzi rəvayətlər var ki, Fatimə radiyallahu anhə öz evində dəfn olunub. Hər iki halda onun dəfn olduğu yer məchul deyil, məlumdur. Əbu Bakr radiyallahu anhu isə vəfatından öncə Fatimə radiyallahu anhə ilə danışıb söhbət etmişdi və Fatimə radiyallahu anhə ondan razı qalmışdı. Artıq arada heç bir incillik yox idi. Şə'bi rahiməhullahdan gəlir bu rəvayət. Fədək bağı məsələsi söhbətində bu məsələni daha əhatəli qeyd etmişik. İstəyən dinləyə bilər. Vəlhamdülillahi Rabbil aləmin.